Dedin ki əffələ şahim, dedin bağışlayaram. Dedim ki çoxdu günahım, dedin bağışlayaram. Dedim ki tövbəmi pozdum, dedin ki nə olar gəl. Dedim xəciləm ilahim, dedin bağışlayaram. Dedim ki qovma qapından, dedin kəriməm mən. Dedim ki qovma qapından, dedin kəriməm mən. Dedim yox özgə pənahim, dedin bağışlayaram. Dedim yox özgə pənahim, dedin bağışlayaram. Bismillahirrahmanirrahim. Salam əziz dəyərli tamaşaçılarımız. Qumdanələri verilişimiz yenə efirdədir. Daimi qonağımız ilahiyyatçı alim Hacı Fariz Xammədlidir. Hacı, xoş gördük bir daha sizi. Allah razı olsun. Hər vaxtınız xeyirli olsun. Allah razı olsun. Sağ olasın inşallah. Hacı, tamaşaçılarımız bir sualda ünvanlayıblar. Quran-ı Kərim necə enib? Kitab şəklində yoxsa Peyğəmbərimizin qəlbinə enib? Əgər belədirsə, haçan və kimin vasitəsilə kitab halına salınıb? Bu sualın barəsində bir açıqlama verin inşallah. Bismillahirrahmanirrahim. Mən də salamlayıram sizi. Aleyküm salam. Simavuzda bütün izləyicilərimizi. Allah gələn günlərinizi xeyir eləsin inşallah. Bu ayın fəzilətini cümləmizə nəsib eləsin inşallah. Nə gözəl. Allah hamısından razı olsun izləyənlər, sual göndərənlər, maraqlananlar. Quran-ı Kərim barəsində bu ayda danışmaq həqiqətən mənim üçün çox böyük xoşdur və şərəfdir. Çox onur duyuram bu məsələdən həqiqətən Quran barəsində danışmaq. Çünki bu ay Quranın baharıdır. Quran-ı Kərim bu ayda nazil olub. Baxın, Quran-ı Kərimin biz keçən verilişlərimizdə işarə eləmişdik. Quranın bir tənzil, inzal, yəni dəf'i və tədrici nuzul məsələsi var. Yəni Quran-ı Kərim bir 23 il ərzində müxtəlif məsələlərə görə, şən-i nuzullara görə, hadisələrin nazil olma səbəblərinə, hadisələrə görə nazil olub. Məsələn, görürsən, sevgili Peyğəmbərimiz bir qəbiləyə bir nəfəri göndərir, geçsin o qəbilədə maliyyət yığsın, xums alsın, zəkat alsın filan. Bunlar adam gedir, adamın da o qəbilə ilə arasında problem var imiş. Misal olaraq deyirəm, ata-babadan düşmənçilikləri var imiş. Onlar eşidirlər Peyğəmbərin elçisi gəlir, bütün qəbilə əhli çıxırlar, yolda qarşılasınlar bunu və sevinirlər ki, Peyğəmbərin əlinə əli dəyən bir adam gəlir, təbərrük eləyəcək filan. Bu da elə düşünür öz-özündən ki, onlarla bizim ata-baba düşmənçiliyimiz var, onlar gəlirlər məni öldürməyə, qaçır. Qaçır gəlir sevgili Peyğəmbərimizin yanına, deyir, ey Allahın Rəsulü, məni öldürürdülər. Bilirdilər mən Peyğəmbərin elçisiyəm, qabaqcadan onlara xəbər getmişdi filan. Öldürürdülər, qaçmasaydım, əllərindən güclə qutardım. Sevgili Peyğəmbərimiz narahat olur, deyir, bunlar niyə mənə belə xəyanət eləsinlər? Bir ordu kimi bir məsələ hazırlayır, deyir, gedin görün, nə məsələdir, maraqlanın. Ayə nazil olur, deyir, ya ayyuh, ey bizim Peyğəmbərimiz, İncəəkum fasiqun binəbəyin fətəbəyyənu. Əgər sizə günahkar bir adam, fasiq bir adam, günah eləyən bir adam bir xəbər gətirsə, axtarın, araşdırın. Araşdırmadan onun sözünü qəbul eləyib yola çıxmayın. Fətəbəyyən. Təsəvvür edin, bizim alimlərimiz bir dənə hadisə olub da, o hadisə oldu, o ayə o hadisədə endi. İndi ondan sonra nə qədər vahid xəbər gətirən, bizdə fiqhdə bu məsələ, usulda fiqhdə bəhs olunur. Vahid xəbər höccət deyə yox. Yəni bir nəfər gəlib bizə bir söz desə, onun sözündən yola çıxa bilərik. Onun sözünü sübut götürüb, dəlil götürüb, burhan tutub, yola çıxıb gedib nəsə eləyə bilərik onun sözünün əsasında. Deyirlər, vahid xəbər höccət deyil. Niyə? Çünki xüsusilə adam cinayətkar olsa, günahkar olsa, fasiq olsa. İndi fasiq, məsələn, günah eləmək, fasiq budur ki, ancaq böyük günahlar eləsin. Kiçik günah eləyənlərə də fasiq deyirlər. Bir nəfər namazı qılmasa, məsələn, fasiq sayılır. Bir nəfər üzünü elə qırxsa, məsələn, lezvə ilə üzün qırxırsa, ona da günahkar deyirlər. Yəni, o da günah eləmiş sayılır. Deməli, o günah eləyən adam xəbər gətirəndə vahid xəbərdirsə, bir araşdırmaq lazımdır. Həmən o sözü götürüb, höccət bilib, qəbul eləyib, yola çıxmaq olmaz. Sözüm buradadır ki, elə hadisələrdə Quran-ı 23 il ərzində hər hadisə olurdu, ayə enirdi hadisələrin müqabilində və biz o ayələri stat götürürük, eləncik hadisələrdə ayədən istifadə edirik.
Qurani-Kərimin bir elə 23 illik əmməyi vardı. Bir də Qədr gecəsində, Ramazan ayında peyğəmbərin qəlbinə Loh-u Məhfuzdan endi Qurani-Kərim İlahi Adəmdən sevgili peyğəmbərimizin qəlbinə endi. Bu da bir növ emməkdir. Həm o 23 il ərzində, həm bu qəlbə emməkdə Quran kitab şəklində emməyib. Yəni o adam ki, sual verir, izləyicimiz, qardaşımız sual verir, o deyir ki, Quran kitab şəklində endiyə. Yox, cavab budur ki, xeyr, Quran kitab şəklində emməyib. Qurani-Kərim peyğəmbərin qəlbinə huzuri elm vasitəsilə enirdi və hətta peyğəmbərin qəlbinə yox, peyğəmbərə 23 il ərzində enəndə, yəni təkcə Qədr gecəsində deyil, 23 il ərzində enəndə də peyğəmbərin qəlbinə enirdi Qurani-Kərim. Sevgili peyğəmbərimiz onu huzuri elmlə qəbul eləyirdi. Bu özü bir dənə mövzudur. Elm İslam fəlsəfəsində, İslam maarifində elm iki hissəyə bölünür. Huzuri elm var və husuli elm var. Husuli elm təhsil olunan elmə deyirlər. Mən gedirəm məktəbdə öyrənirəm 2+2 4 eləyir. Məsələn, öyrənirəm. Məsələn, 1+1 2 eləyir. Mən bu məktəbdə öyrənirəm. Buna deyirlər təhsil olunan elm. Bir də huzuri elm var. Huzuri elm budur ki, sən onu artıq məktəbdə öyrənmirsən. Bəli, varlığınla duyursan. Hiss eləyirsən. Məsələn, adam hiss eləyir ki, mənə soyuqdur indi. Adam hiss eləyir ki, mən acmışam. Adam hiss eləyir ki, elə bir istidir. Məsələn, mənim hərarətim qalxıb elə bir yüksəlib. Bunlarda yalan olmaz, yanlışlıq olmaz. Niyə? Çünki vasitə yoxdur. Huzuri elm vasitəsiz qəbul olunan elmdir. Husuli elm vasitə ilə qəbul olunan elmdir. Məlumatla alimin arasında vasitə olanda ona deyirlər husuli. Məsələn, məlumat nədir? 2+2 bərabərdir 4. Bu məlumatdır. Alim sənsən, bu nəticədə elmdir də. Sən bu məlumatı sənin üçün elmə çevirmək üçün bir dənə vasitə var. Müəllim sənə vasitəçiliyi öyrədir. Bu olur husuli elm. Bir də var ki, məlumatla alimin arasında ki, onu elmə çevirirlər, orada heç bir vasitə yoxdur. Elə məlumatla alim özü var, başqa heç kim yoxdur orada. Onun özüdür. Bəli. Burada xəta olmaz. Bu bilirsiniz, ona görə də Quran dəyişilməyib, dəyişdirilməyib. Əgər vasitələr olsaydı, vasitə sözü tam çatdıra bilmir. Vasitələr olsaydı, məsələn bizdə deyirlər Quran məsumdur. Həm vəhyin alınmasında, vəhyin ötürülməsində. Məsumdur. Ona görə peyğəmbər məsum olmalıdır. Peyğəmbər vəhyin alınmasında ismət var. Əgər özü məsum olmasaydı, vəhyin ötürülməsində də məsum olmayacaqdı, onda təhrif olunacaqdı. Deyirlər gərək məsum olsun, alanda da, ötürəndə də vəhiy. Təsəvvür eləyin, burada indi bir məsələni də aydınlaşdıraq. Qurani-Kərim ki, sevgili peyğəmbərimizə nazil olunurdu, peyğəmbər onu huzuri elmlə alırdı və huzuri elmdən ötürürdü insanlara, Əli ibn Əbi Talibə, başqa İbn Məsuda, bunlar ki, katiblər var idilər də, onlara ötürürdü. Təsəvvür eləyin, əgər sevgili peyğəmbərimiz bunu huzuri elmdən eləməsəydi, onda təhriflər olacaqdı. Necə? Deyir, indi sən 200 nəfər adamı bir-birinin yanında otuzdur. Məsələn, bir dənə uzun bir yoldur, o yolun kənarında insanlar çiyin-çiyinə otursunlar. Bugün psixoloqlar deyirlər. Bir-birinin çiyin-çiyinə oturublar belə 200 nəfər. Gəl birincinin qulağına bir söz de. Denən yanındakına de bunu. Buna ki bir cümlə demisən, bu cümlə sonuncu adama çatana qədər cümlənin mənası da dəyişəcək. Birinciyə dediyin kəlmələrin heç biri yerində qalmayacaq. 200 nəfərdə bu söz ötürüləndə axıra çatanda forması da dəyişəcək. Forma da dəyişəcək, məna da dəyişəcək. Hansı kəlmələrdən söz tərkib tapmışsa, o kəlmələrin heç biri orada olmayacaq. Niyə? Çünki insan o deyir, biri deyir ki, zaman şah var imiş, insanları salmışmış zindana. Orada birdən saman düşür. Biri deyir, bu nədir? Belə deyir, hə, saman düşdü. Saman düşdü. Nə oldu? Deyir, saman düşdü. Biri deyir, saman yıxıldı. Biri deyir, saman öldü. Biri deyir, zaman qaçdı. Gəldilər. Axırıncı deyirlər, nə olmuşdu? Orada nə səs-küy idi? Deyir, zaman şah ölüb. Yəni, bunlar heç biri aidi yoxdur ya bu məsələlərin bir-birinə. O başda olan birinci adam başqa söz demişdi təəccübündən. Axırda olan adam başqa söz danışdı. Yəni içəridə özlərinə bir təsəlli də verdilər. Zaman şah dünyasını dəyişib bizi də azad edəcəklər filan. Yəni sözüm burdadır ki, bu 200 nəfər adamdan bir cümləni ötürəndə artıq o cümlədən əsər əlamət qalmır sonda. Quran sinələrlə ötürülüb gəlib bizə çatıb. Nəfəslərlə ötürülüb gəlib bizə çatıb. Əgər burada huzuri elm rol oynamasaydı,
məsuniyyət olmasaydı xətadan, peyğəmbər xəta eləyən olsaydı, məsum olmasaydı, onda Quran qorunub qala bilməzdi. Quran huzuri elmdən alınıb. Ondan sonra Quran kitab halına salınıb. Bu əzizimiz ki, orada soruşur, sonradan kitab halına salındı. Bəli, Peyğəmbər sallallahu aleyhi və səlləmin öz zamanında Quran katibləri var idi. Quran yazanlar var idilər. Bunlar Peyğəmbərə nazil olan Quranı yazırdılar. Bəzi tarixçilər deyirlər 4 nəfər idi. Biri Əli ibn Əbi Talib, bəzilər deyirlər 6 nəfər idi. Sevgili Peyğəmbərimizin katibləri idilər. Bunlar Quran yazan idilər. Yəni Peyğəmbər sallallahu aleyhi və səlləmin öz dönəmində Quran yazılırdı. Dəri üzərində yazılırdı. Hətta Peyğəmbərin yanında bu dərilər var idilər. Sonra sevgili Peyğəmbərimiz dünyasını dəyişəndən sonra bu yazılmış Quran bəzi adamlarda müshəf halında var idi. Yəni həm birinci xəlifənin Əbu Bəkr ibn Əbu Quhafənin zamanında, həm Ömər ibn Xəttabın zamanında bu var idi. Osman ibn Əffanın zamanında Quranın çap olma, Quranın şəkilləndirmə, Quranın təcəmmüsü, yığılması bir halda baş verdi. Yəni Osman ibn Əffana gəldilər, dedilər ki, Quran müxtəlif əllərdə var və müxtəlif hafizlərin yaddaşında var. Peyğəmbər səhabələri Quranı əzbər bilirlər, əzbərləyiblər. Yəni hafizlərdə var idi. Dəri üzərində də Quran yazılmışdı. İndi sevgili Peyğəmbərimiz dünyasını dəyişib, artıq Osman ibn Əffan hakimiyyətdədir, 3-cü xəlifənin dönəmidir və burada Quranlar da var cəmiyyətin əlində. Bunlar narahat oldular. Düşündülər ki, ola bilər hafizlər dünyasını dəyişsin. Ola bilər bəzi dəyişikliklər Quranda olunsun bu əldə olan müshəflərə. Gəlin bu səhifələrin hamısını yığaq, müshəflərin hamısını yığaq, hamısını yığaq və bir şəkildə bunları təcəmmü eləyək, cəm eləyək və elə də elədi. Osman ibn Əffan 4 yerə Quran göndərdi və Quran qariləri göndərdi. Yəni yığdı bütün Quranları və bütün Quranları bir-biri ilə tətbiq elətdirdi, heyət yaratdı. O heyətin işi bir neçə dənə iş görməkdir. Biri bu idi ki, bu əldə olan səhifələr, müshəflər ki var, bu müshəflər arasındakı ixtilaflar tətbiq olunsun və aradan qaldırılsın. Biri bu idi ki, bu hafizlər ki var idi o zamanda, onlarla Qurani Kərimin arasındakı məsələlər tətbiq olunsun. Həm Quranların öz arasında, həm hafizlərin öz arasında və kimlərdə Quran var idisə hamısını istədilər, gətizdirdilər. Hətta Əli ibn Əbi Talib əleyhissalamda dəviyə yüklənmiş Quran var idi. Əli əleyhissalam Quranı şən-i nuzulu ilə yazmışdı, təfsiri ilə yazmışdı. Məsələn, Quran ayəsi bayaq bir misal vırdıq, o şən-i nuzul nəyə görə nazil olub, onu misal vırdıq, dedik xəbəri vahid idi, bir nəfər xəbər gətirdi, verilişimizin əvvəlindəki misal vırdıq. Əli əleyhissalam bütün ayələrdə onu yazmışdı. Yəni artıq o ayələrdə Quran, o Quranda heç kim şəkkə şübhəyə düşməzdi. O Quran Əli ibn Əbi Talibdə idi. Yəni biz iddia eləmirik ya Quran dəyişdirilib. Yəni düz başa düşülsün bu. Şiə alimləri ümumiyyətlə bu fikirdədirlər ki, Quranda bir hərf belə təhrif olunmayıb. Nə azaldılmayıb, nə çoxaldılmayıb. Quran sevgili Peyğəmbərimizə enən Quran bu gün əlimizdə olan Qurandır. Heç nə dəyişdirilməyib. O ki deyirlər, bəs Əli ibn Əbi Talib bir Quran gətirmişdi filan, onda da var idi. Əli əleyhissalamın o Quran ki biz deyirik, o şən-i nuzul və təfsir idi, məal idi. Quranın məali orada var idi, təfsirləri var idi, şən-i nuzulları var idi, səbəb-i nuzulları var idi. Mənalar var idi, Peyğəmbərimizin dilindən Quran açıqlamaları var idi. O da ona görə bir təfsir kitabı kimi idi. Və o imamlar bir-birinə ötürdülər onu. İndi də deyirlər 12-ci imamın əlindədir, həmən Əli ibn Əbi Talibin yazdığı təfsir Quranı, o Quranı ki şərh eləmişdi. Orada Quranlar bir-birinə tətbiq olundular. Həzrət Əmir əleyhissalam özü də orada iştirak elədi, işarələr verdi və məsələlər doğru düzgün surətdə aydınlaşdırıldı və 4 dənə Quran, eyni Quran 4 dənə cilddə tənzim olundu. Və bu 4 kitabı İslam məmləkətlərinin müxtəlif bölgələrinə göndərdilər. Maraqlı da budur, gözəl də bu idi ki, Osman ibn Əffan ki bu Quranı göndərirdi, Quranla bərabər bir qari də göndərirdi ki, o Quranı düz oxumağı o məntəqə əhlinə öyrətsin. Artıq İslam coğrafiyasında bir dənə Quran olsun və bir dənə Quran bir qiraətlə olsun, düz oxunuşla olsun. Kəlmələr düz tələffüz olunsunlar, cümlələr düz istixrac olunsunlar və insanlara başa düşülsün.
Və bu o ki soruşulur, Quran necə idi cəm olunması və çap olunması, kitab halına salınması, tam bu surətdə kitab halına salındı Qurani-Kərim. İndi bu Qurani-Kərim ki bizim əlimizdə var, bu Qurani-Kərim tam surətdə sevgili peyğəmbərimizə enən Qurani-Kərimdir. Biz bu nəticəni aldıq. Amma bu Qurani-Kərimin içində möhkəm və mütəşabih ayələr var. Başa düşülən və bizim üçün başa düşülməsi, anlaşılması çətin olan ayələr var. Bizə lazımdır ki, biz bu Qurani-Kərimi təfsirlə araşdıraq. Məsələn, görürsən, çox misallar var. Bu Quranda var, bu Quranda yoxdur. Quranda yoxdursa deməli bu lazım deyil. Qəbr əzabı Qurani-Kərimdə yoxdur. İslamda yoxdur, Quranda yoxdur. Bu Quranda yoxdur məsələsi var ha. İslam yoxdurunu demək üçün gəlməyib ki, İslam gəlib bizə varı başa salsın. İslam gəlib bizə desin ki, Quranda olanlara əməl elə. Bilmədikləri də Allah sənə öyrədəcək. Hədisdə olanlara əməl elə. Bizə belə vurğulanır. Bir dönəm var idi, bizə deyirdilər ki, bu Qur'anı tərcümə eləmək olmaz. İnsanlar bu Qur'anı başa düşə bilməzlər. Çox maraqlıdır. Sovetlər dönəmində belə bir məsələ yazılmışdı ki, bu Qur'anı təfsir eləmək olmaz, tərcümə eləmək olmaz. Qur'an Allahın kitabıdır, onu başa düşmək çətindir. Qur'anın ayağına dururdular. Qur'an gələndə, qız köçürdəndə Qur'an hədiyyə eləyirdilər. Evlərində kitabxananın üstünə Qur'an-Kərim qoyurdular. Qur'an kimin əlində olsa onu qabağa verirdilər. Sənin əlində Qur'an var, sən qabaqda getmiş, sənin dalınca gələk yolda bizdən arxada yerimə filan. Amma Qur'anın mənasına baxmırdılar. Məclislərdə Qur'an oxuyurdular, hüzur məclislərində, qəbristanlıqlarda oxuyurdular. Amma Qur'anın mənasına baxmırdılar. Demək, mən düşünürdüm həmişə, deyirdim, görəsən bu niyə belədir, hardan yaranır? Bir dəfə Ərəb ensiklopediyasında oxumuşdum bunu, Dairətül Maarifdə oxumuşdum. Deyirdi, Britaniyada bir məclis keçirmişdilər, bir konfrans keçirmişdilər və ora alimlər çağırmışdılar. O alimlərə də bu görevləndirmişdilər, bu məsələni aydınlaşdırsınlar, təhlil eləsinlər ki, İslam dini sürətlə hərəkət eləyir. Qur'an sürətlə hərəkət eləyir. Yəni təsəvvür edirsiniz, məsələn bir nəfər Avropada, İtaliyada Agnelli ailəsindən Eduardo Agnelli adında bir adam çıxır. Adam İslamı qəbul eləyir, şiəliyə meyllənir. Necə oldu sən İslamı qəbul elədin? Ondan soruşurlar. Deyir, mən Amerikada bir yerdəydim, özü fəlsəfə oxuyurmuş. Bir kitabxanada idim, adətimdir, gedərəm həmişə o kitabxananın toz basmış kitablarından götürərəm. O kitabları heç kim açıb oxumur. Getdim bir orada ən toz basmış kitabı çıxartdım, gördüm ingilis dilində bir Qurani-Kərim. İngilis dilində müsəlmanların Quranı. Bu özü də Məsihidir, xristiandır. Agnelli ailəsi də Juventus futbol komandasının böyük sahibləri idi, Fiat maşınının sahibləri. Yəni bu ailə çox zəngin bir ailədir, zadəgan ailədir. Açdım bir o kitabı, oxudum Quranı, bu məni valeh elədi, özünə cəzb elədi. Yavaş-yavaş çəkdi məni özünə tərəf. Belə də Quran nurdur, çəkir o deyir. Kəlimatul Quran kəmail mətər, yağış suyu kimidir. Bu təravətli qəlbə düşəndə oranı təravətləndirir. Deyir, gördüm Quran məni təravətləndirir. Getdim ona tərəf və Quran onu çəkdi, apardı. Demək, Quranı başa düşəndə, insan onun dərinliyinə gedəndə o adamı aparır. İmam Sadiq Rəsulullah buyurur, İnnə lil Qur'ani bətnən və li bətnihi bətnən ilə səbətə əbdun. Bu Quranın bir dərinliyi var, bətni var, qarnı var. O qarnının da bir qarnı var. O bətnin də bir bətni var, 7 bətnə qədər. Hər kəs öz səviyyəsində ondan bir şeylər başa düşür. Baxar. Bəzi hədislərdə 70 min də gəlib. 70 min də gəlib. İndi 7 bətni biz başa düşsün. Əhl-i Beyt 7 bətni bilirdilər, dərinliklər. Təsəvvür edin, onlar üçün Quran tam surətdə açılmışdı. İndi onların hədislərindən biz Quranı başa düşsük. Təfsir olunsa. Və bizə deyirlər, yox, Qur'anı açıqlamayın, Qur'anı heç kim başa düşə bilməz. Niyə istəyirdilər? Biz o ilahi dərinlikdən uzaq olaq, hidayətdən bizi qopardmaq istəyirdilər, uzaqlaşdırmaq istəyirdilər. Orada bunlara deyirlər ki, İslam dini Britaniyada, İngiltərədə, İngilistanda deyirlər, İslam dini sürətlə inkişaf eləyir. Danışın, təhlillər göstərin, biz necə eləyək İslamın inkişafının qarşısını alaq. Gladstone adında bir adam orada çıxır, danışır. Deyir, madam əl-Kəbətu tuzar, nə qədər Kəbə ziyarət olunsa və madam ismi nəbiyihim ələl-məazini yuskər, nə qədər onların peyğəmbərlərinin adı minarələrdə əzan deyilən vaxtı zikr olunsa və madam əl-Quran beynəl-musliminə yuqrə, nə qədər Quran müsəlmanlar arasında oxunsa üzdən oxumaq deyir ha, başa düşülsə, oxunsa. Məsələn, bizim alimlərin həyatında var,
Quran oxuyardılar. Yarım saata bir cüzü tamamlayardı. Bəzən də tez oxuyardı. Bəzən bir ayənin üstündə 3 saat, 4 saat fikirləşərdi. Hələ bizim özümüzdə də olur. Görürsən, oxuyursan, bir vərəq, 2 vərəq oxuyursan, bir dənə ayə aparır adam, dayanırsan. Bir müddət dayanırsan, ayənin üstündə düşünürsən. Niyə? Oxumaqdır ya, o oxumaqdır, o düşünmək də oxumaqdır. O onu deyir. Deyir, nə qədər müsəlmanların arasında Quran oxunsa, nə olar? İnnən nəsraniyyətə ləfi xətərin əzim. Bütün qeyri-İslami dinlər, İslamdan qeyri olan dinlər, nəsranilik, başqa hamısı təhlükədədirlər. Hamısı xətərdədirlər, təhlükədədir. Nə etmək lazımdır? Biz gedib müsəlmanlara deyə bilərikmi, Quran oxumayın, verin bura Quran alacağıq sizdən. Bunu desək müsəlmanlar bizi ilə mübarizəyə qalxarlar. Deyir, yox, biz onlara Quranı öz şərhimizlə, öz Qurana baxışımızla Quranı onlara təqdim eləyəcəyik. Onların peyğəmbərinin və əhl-i-beytinin baxışı ilə deyil, öz baxışımızla. Bugün o adamlar var, deyirlər Quranda bu yoxdur. Hələ göstər mənə görüm Quranda var. Onlar Qurandan baxış ortaya atıblar. Gladstone'un baxışıdır. Bu bugün ortada olan baxış deyil. Bu bugün bizə gəlib çıxır televiziyada deyir Quranda bu yoxdur. Quranilər çıxır, oburlar çıxır. Bu bugün Azərbaycana gəlib. Bu əsrlərdir İslam ölkələrində var. Bu bugünkü məsələ deyil ki. Bugün bizə alimlər, dini savadı olanlar, ərəb dili bilənlər, fars dili bilənlər, dini mənbələrdən İslam oxuyanlar, onlar bilirlər bu əsrlərdir var. Bu bizə bugün gəlib çatıb. Orada deyilib, köhnəlib, oradan götürüb tərcümə edib, indi bizdə təzə söz kimi danışıb cəmaata sırmaq istəyirlər bunu. Bunu dini alimlər gözəl bilirlər bu hardan gəlir. Bu Gladstone'ların siyasəti idi. Deyir ki, neyniyək bəs? Deyir, fəəmməl Quran fəhcuruhu. Quranla müsəlmanın arasına hicran salın, ayrılıq salın. Bir vüsal var, bir de hicran var da. Siz ədibsiz də. Vüsal var, bir de hicran. Bir var, adam Quranın vəslinə yetişsin, vüsalına yetişsin. İlahi kəlamı. Bunu başa düşsün. Allah Quranda buyurur, kəlimətullahi yəl-ulya. Ən üstün kəlmə Allahın sözüdür. Bunu başa düşsün ki, ən üstün söz Allahın sözüdür. Allahın sözündən üstün söz yoxdur. O opsun onun canına. Sonra başlasın o sözə dirilik verməyə, ilahi sözə. Ver sözə ihya ki, tutduqca səni xab əcəl. Bu sözü dirildməyə çalışsın. Bir var o, bir də var onu hicran olsun arasında, ayrılıq olsun. Hicran onu süsləşdirsin. Ayrılıqda, mesela, boş söz deyir ha bu, çox böyük sözdür. Yəni, eşqin, aşıqla məşuqun arasındakı hicran aşıqı məhv edir, aradan aparır, yorur. Onun vüsalına yetişməkdən məhrum edir onu. Deyir, ayır bunları. Ayrılandan sonra, ondan sonra biz Qur'anı onlara deyəcəyik. Qur'an gedin, oxuyun, ərəb dilini öyrənin, Qur'an oxuyun. Bunlar gözəldir. Qur'an ərəb dilində bacarmaq lazımdır, oxuyasan. Qur'an məclislərdə oxunmalıdır, hüzur məclislərində oxunmalıdır, qəbir üstündə oxunmalıdır. Amma Qur'an bizim üçündür, bizim üçün. Qur'an bizə aydınlaşdırılmalıdır. Biz Qur'anı başa düşməliyik. Təfsirini oxumalıyıq. Önəmli olan məsələ də budur. Və bizə vurğulanan məsələ, biz gərək Peyğəmbər sallallahu aleyhi və səlləmin dilindən Qur'anın açıqlamasını bilək. Biz gərək Əli ibn Əbi Talib əleyhissalamın dilindən Qur'anın açıqlamasını bilək. Biz gərək Qur'anın dərinliyinə getmək istəyiriksə, bütün bu məsələləri Əhl-i-Beyt qapısından axtaraq. Mən bir dənə söz deyim, fikrimizi yekunlaşdıraq Qur'an təfsiri barəsində. Məsələn, Qur'anda bir ayə var, buyurur, cənnət əhli, cəhənnəm əhlindən soruşarlar, ma sələkəkum fi səqər. Ən məhşur ayələrdəndir. Nə səbəb oldu siz o səqər ki, cəhənnəmin bir yerinin adıdır, ora düşdünüz? Zahirən biz bunu başa düşürük, görürük ki, bu belə yazıb da, nə səbəb oldu? Təfsir elədiyicə görsən, dərinləşir iş. Bizə deyirlər, Əhl-i-Beyt təfsirinə baxın. Deyir, orada olar ki, ondan soruşurlar, nə səbəb oldu, siz bura düşdünüz? Yəni, təəccüblənirlər, niyə düşdünüz bura? Baxın, biz sizi yaxşı adam kimi görürdük, misal, siz yaxşı adam idiniz, siz cənnətdə olmalısınız, cəhənnəmdə. Birinci təfsirçilər deyirlər ki, deməli, cənnət əhli, cəhənnəm əhlini görəcək. Buradan bunu başa düşürlər. Qur'anda keçmir ha, bu təfsirdir. O adamlar ki deyirlər, indi biri məndən soruşur ki, Qur'an cənnət əhli, cəhənnəm əhlini görəcək, mən deyirəm, bəli, görəcəklər. Deyir ki, Qur'anda yazılmır, bax, cənnət əhli, cəhənnəm əhlini görəcək. Deyirəm, elə yazılmayıb, belə yazılıb da. Yəni, buradan sən mənanı çıxartmalısan ki, görəcəklər. Görməyəcəksə, necə soruşar, niyə düşdünüz cəhənnəmə? İkinci budur ki, tanıyacaqlar, bəli, tanıyacaqlar. Tanımasa təəccüblənməz ki, nə edirsən orada. Üçüncü budur ki, onlar cavabında nə deyəcəklər? Deyirlər, ləm nəku minəl musəllin. Biz namaz qılanlardan olmadıq. Birinci, bəzi təfsirçilər yazırdılar, bizim namaz qılmamağımız səbəb oldu. Tərcümələrin çoxunda belə yazılır.
Namaz qılmamağımız səbəb oldu. Deməli, əgər namaz qılmırdılarsa, sən niyə soruşursan cəhənnəmdə nə edirsən? Namaz qılmayanı orada görmək təəccüblü deyil ki. Namaz qılmayan cəhənnəmə gedə bilər. Sən onu orada görüb soruşursansa, niyə səbəb oldu? Bura bilməliydin, o namaz qılmırdısa, bura gedə bilərdi. Sən soruşursansa, deməli, bilirsən o namaz qılır. Başqa səbəb var onun cəhənnəmə getməyinin. Bəs o sənə niyə deyir namaz qılmırdın? O demir namaz qılmırdın. Bir təfsirçi yazır ki, o deyir biz namaz qılanlardan olmadıq. Hə, alimlər deyirlər ki, deməli namaz qılmaqla namaz qılanlardan olmaq fərqli məsələdir. Namaz qıla-qıla namaz qılmayanlar siyahısında olmaq olar. Deyir biz namaz qılırdıq, amma Allah bizi namaz qılanlar siyahısına yazmadı. Çünki bizim namazımız tənha anil fəhşai vəl münkər olmadı. Bizi çirkinliklərdən çəkindirmədi. Biz namaz qıla-qıla dedik ki, hələ düz eləyirlər, onu döyürlər, öldürürlər, haqqını alırlar əlindən. Məsələn, namaz qıla-qıla müsəlman olaraq dedik ki, düz elədi, erməni Xocalı uşaqları öldürdü. Misal deyirəm. Bəli. Biz namaz qıla-qıla haqq tapdalananda dedik düz oldu. Biz namaz qıla-qıla namazın təsirləri həyatımızda olmadı. Namaz qıla-qıla biri mənə bir dəfə dedi ki, dedi hacı mənim işlərim düz getmir. Sizi də çox istəyirəm, sizi dinləyirəm. Dedim mən lap yaxşı. Dedim niyə düz getmir bilirsən? Dedi yox. Dedim çünki sən bizi avara qoymusan. Dedim necə? Dedim mən bir dəfə gəlmişdim bir yerə qəbir üstə, bir başqa şəhər var, oradan da ora getmişdim. Gördüm sən orada Quran oxuyursan qəbir üstə. Elə xoşum gəldi, sən Quran oxuyurdun qəbir üstə səslə, avazla. Sonra mənə bir dəfə bir yerdə göstərdilər ki, sən bir toyda söz veriblər sənə, məsələn, hacı filan kəs gəlsin, bir içkili aləm qarışıb bir-birinə fəsad məclisi. Sən orada təbrik deyirsən. Dedim mən özüm bir təəccübləndim, dedim bu nədir, o nədir məsələn. Yəni indi dedim Allah da baxır, deyir ki, bu ilə necə müamilə eləyir. Bu burada Quran oxuyur, orada təbrik deyir, orada sağlıq deyir. Misal, yəni bir təyin elə də namaz qıla-qıla sən elə təyin eləməmisən heç nəyi. Adam bir bunu təyin eləməlidir öz üçün. Təyin eləməyəndən sonra bu məsələlər ortaya çıxır, bu problemlər başlayır. Ona görə deyir biz namaz qılanlardan olmadıq. Bu bir söz, hələ bu da dərindir. Bir dənə hədisə söykənərək bir təfsir edirlər. Deyirlər ərəb dilində bir at yarışı var. Bilirsiniz də caiz olan oyunlarda, müsabiqələrdən pul yatırmaq filan oyunlarından bir dənə oyundur ki, o da at yarışıdır da, ona İslam icazə verir. At yarışında birinci ata ərəblər deyirlər sabiq. Axırıncı ata deyirlər lahiq. İkinci finiş xəttinə birinci çatan at sabiqdir. İkinci at ki ora çatır, ona deyirlər müsəlli. Deməli fasiləsiz onu izləyən ata deyirlər müsəlli. Yəni finiş xəttinə onun quyruğu çatanda bunun başı çatır ora. Onu deyirlər müsəlli. Təfsirçi deyir ki, Əli ibn Əbi Talib əleyhissalam sabiqdir. Qurani Kərimdəki keçir əs-sabiqun əs-sabiqun ulaikəl müqərrəbun, öndərlər, qabaqcıllar, onlar Allahın yaxınlarıdır. Sabiq Əli əleyhissalam buyurur ki, ən əvvəlu sabiqun. Sabiqlərin başında mən dayanmışam. Niyə? Çünki ilk iman gətirən mənəm. Deməli, sabiq Əlidir. Müsəlli Əlini izləyənlərdir. Əlidən sonra iz buraxmamaq şərti ilə. Deyir, onlar ki, cəhənnəm əhlindən soruşarlar, ma sələkəkum fi səqər, sizi o səqərə nə saldı? Onlar deyir, ləm nəkum minəl müsəllin. Biz Əlini elə izləmədik. Əlinin qədəmin qoyduğu yerə qədəm qoymadıq. Mən keçən verilişlərdə dedim bunu. Dedim, Səlmanla Əli əleyhissalam bir ağacın altında oturmuşdu, biri oradan keçirdi. Dedi, siz orada 2 nəfərsiniz. Burada bir dənə qumun üstündə ayaq izi var. Amma siz orada 2 nəfərsiniz. Səlman dedi, biz Əlidən sonra ikinci iz açmırıq. Əli qədəmin hara qoysa biz qədəmimizi ora qoyuruq. Bu olur şiəli, Əli-Beyt dostluğu budur. Əli qədəmin qoyduğun yerə sən də qədəmini qoyursan. Bu olur müsəllilik. Yəni onu elə izləmək. Əgər onu elə izləməsin, deməli müsəlli deyilsən. Müsəlli deyilsənsə, aqibət odur, görsənir orada. Yəni bu da bir növ təfsirdir. Quranın nə dərinlikləri var. Hələ bu ən dərin təfsir deyil. Ona görə Allah təbarək və təala bizə bunu nəsib eləsin. Biz Quranın dərinliyin başa düşə bilək. Paklanaq və Quran bu paklığın vasitəsilə bizim qəlbimizə oxusun inşallah. Hacı təşəkkür edirik. Allah razı olsun. Allah elmimizə bərəkət versin. Çox sağ olun. Allah razı olsun. Əziz dəyərli tamaşaçılarımız, verilişimiz sona yetir. Sağ salamat qalın.